Salam, mən psixoloq Ləman Əziz. Bugün sizinlə məhrəmiyyət təlimi haqqında danışacağıq. Hazırki zamanda məhrəmiyyət təlimi yerinə daha çox cinsiyyət təlimi anlayışından istifadə olunur. Lakin cinsiyyət təlimi uşaqlara və yeniyetmələrə, qadın və ya kişi olmaqla bağlı anlayışların formalaşması, cinsiyyətlə əlaqəli rolları qəbul etmə, özü və qarşı cinsin xüsusiyyətləri haqqında məlumat sahibi olma məqsədi ilə verilən təlimdir. Məhrəmiyyət təlimi haqqında isə belə bir tərif formalaşdıra bilərik. Məhrəmiyyət təlimi uşaqlara və yeniyetmələrə özü və qarşı cinsin xüsusiyyətləri haqqında məlumat sahibi olma, cinsiyyətlə əlaqəli rolları anlama və qəbul etmə, cinsi problemlərini, ehtiyaclarını, dinin, əxlaqın və mədəniyyətin müəyyən etdiyi çərçivədə qarşılamağın yollarını öyrətmək məqsədi ilə verilən təlimdir. Məhrəmiyyət təlimi nəyə görə vacibdir? Çünki məhrəmiyyət təlimi uşaqların və yeniyetmələrin özlərini qoruya bilmələri və sağlam sərhədlər yarada bilmələri üçün həyati əhəmiyyət kəsb edir. İndi isə məhrəmiyyət təliminin vacibliyini vurğulayan bəzi əsas nöqtələri qeyd etmək istəyirəm. Birincisi, şəxsi təhlükəsizlik. Buraya istismar və sui-istifadədən qorunma və etibarlı şəxslərlə ünsiyyət aiddir. İstismar və sui-istifadədən, yəni tacizdən qorunmanı belə izah edə bilərik. Uşaqlara bədənlərinin onlara aid olduğunu öyrətməliyik. Bu, onları cinsi istismar və sui-istifadə kimi təhlükələrə qarşı qoruyur. Hansı toxunuşların uyğun olub, yəni təhlükəsiz olduğunu, hansılarınsa onlara narahat edəcəyini, təhlükəli olduğunu bildirməliyik. Etibarlı şəxslərlə ünsiyyət isə ətrafımızdakı insanlardan və ya uşağın ətrafındakı insanlardan hansıların etibarlı, onlar üçün heç bir təhlükə yaratmadığını, hansılara qarşı isə məsafəli olmalı olduğunu öyrətməliyik. Həmçinin hər hansı bir təhlükə anında kimə müraciət etməli olduğunu uşaq bilməlidir. Bu, onu yaşana biləcək müxtəlif təhlükələrə qarşı qoruya bilir. İkincisi isə emosional sağlamlıqdır. Buraya özünə hörmət və özünə güvən və zorakılıqla mübarizə aparmanı aid edirik. Özünə hörmət və özünə güvəni belə izah edə bilərik ki, məhrəmiyyət təlimi uşaqların öz bədənlərinə qarşı hörmət etmələrini və özlərinə inanmalarını təmin edir. Bu da emosional sağlamlıqlarına müsbət istiqamətdə təsir edir. Zorakılıqla mübarizə aparmanı isə belə izah edək ki, uşaqlar zorakılıq hallarında necə reaksiya verəcəklərini və özlərini necə qoruyacaqlarını öyrənirlər. Bu da onları təbii ki, emosional travmalardan müdafiə edir. Üçüncü, sosial münasibətlər. Buraya sağlam sərhədlər və empatiya və hörmət anlayışlarına aid edirik. Sağlam sərhədləri belə izah edə bilərik ki, məhrəmiyyət təlimi uşaqların başqalarının sərhədlərinə hörmət etmələrini və təbii ki, bununla yanaşı öz sərhədlərini qorumağı da öyrədir. Bu da sağlam və hörmət çərçivəsi içərisində sosial münasibətlərin qurulmasına kömək edir. Empatiya və hörmət isə belə izah edə bilərik ki, başqalarının məhrəmiyyətinə hörmət etməyi öyrənən uşaqlar empatiya qabiliyyətlərini inkişaf etdirirlər və daha hörmətli, daha anlayışlı fərdlər olmağa başlayırlar. Dördüncü, rəqəmsal təhlükəsizlik. Buraya onlayn məhrəmiyyət və kiberzorakılıq və təhlükələr aiddir. Onlayn məhrəmiyyəti belə izah edə bilərik ki, hal-hazırdakı zamanda internet həddən artıq dərəcədə yayılmağa başlayıb. Və uşaqların da internetdən aktiv olaraq istifadə etməsi onların rəqəmsal dünyada təhlükəsiz mühit yaratmaqlarını düşünməyimizə, bunun üçün çalışmağımıza şərait yaradır. Məhrəmiyyət təlimi şəxsi məlumatların qorunması, etibarlı, təhlükəsiz internet istifadəsini və rəqəmsal sərhədlərin qavranılması baxımından kritik deyək, vacibdir. İkincisi isə kiberzorakılıq və təhlükələr. Uşaqlar kiberzorakılıq və
onlayn təhlükələrə qarşı necə qorunacaqlarını öyrənməlidirlər. Bu da rəqəmsal dünyada təhlükəsizliklərini təmin edir. 5-ci hüquqi və etik maarifləndirmə və ya fərqindəlik də deyə bilərik. Birincisi, hüquqi haqlar. Uşaqlar öz məhrəmiyyət haqlarını və təbii ki, başqalarının da haqlarına hörmət göstərməyi vacibliyini öyrənirlər. Bu da hüquqi fərqindəliklərini artırır. İkincisi, etik davranışlar. Məhrəmiyyət təlimi etik davranışların vacibliyini vurğulayır və uşaqların məsuliyyətli fərdlər olmaqlarına töhfə verir. 6-cı, müstəqillik və özünü qoruma, özünü müdafiə. Buraya 2 başlığa aiddir. Birincisi, azad, müstəqil qərar vermə. Uşaqlar öz məhrəmiyyətlərini qorumaq və sərhədlərini müəyyən etmək baxımından azad qərarlar verməyi öyrənirlər. Bu da onların özünə inamlarını və müstəqilliklərini artırır. İkincisi isə özünü ifadə etmə. Məhrəmiyyət təlimi uşaqların özlərini ifadə etməklərini və narahat edici halları bildirməklərini təşviq edir. Bu da onları yarana biləcək hər hansı təhlükələrdən qoruyur. Uşağın məhrəm nahiyələri hansılardır? Uşağın məhrəm nahiyələri əsasən bədənin gizli qalmalı olan hissələridir. Hansı ki, bu nahiyələr cinsi istismar və sui-istifadə hallarından qorunmaq baxımından həyati əhəmiyyət kəsb edir. Uşaqlara bu nahiyələrin gizli və ya məhrəm olduğunu öyrətmək məhrəmiyyət təliminin əsas addımlarından biridir. İndi isə uşağın məhrəm nahiyələri hansılardır? Bunlara baxaq. Birincisi, genital nahiyədir. Hansı ki, qız uşaqlarında buraya vajina və vulva, oğlan uşaqlarında isə penis və testislər aiddir. İkincisi, anus dəliyi və onun ətrafında omba, sağrı və ya el dilində popo olaraq adlandırılan nahiyələr aiddir. Hansı ki, bu nahiyələr həm qız, həm də oğlan uşaqları üçün məhrəmdir və gizli qalmalıdır. Üçüncüsü, sinə nahiyəsidir. Dördüncüsü isə ağızdır. Uşaqlara ağızlarının da məhrəm olduğunu və istəmədikləri şəxslərin oraya toxunmamalı olduğunu öyrətməliyik. Məhrəmiyyət təlimində uşağa nələr öyrədilməlidir? Birincisi, bədən məhrəmiyyəti. Hansı ki, bədənin məhrəm nahiyələrini uşaq bilməlidir. Bunlara vajina, vulva, penis, testislər, omba, popo da deyə bilərik. Anus dəliyi, ağız və sinə aiddir. Bu nahiyələrə yalnız müəyyən şəxslərin, hansı ki, valideynlər, birinci dərəcədə uşağa qayğı göstərən şəxs və həkimlər aiddir. Öz bədəninə sahib çıxmaq. Uşaqlara bədənlərinin onlara aid olduğunu və heç kimin icazəsiz toxuna bilməyəcəyini, toxunma haqqının olmadığını öyrətməliyik. Müsbət toxunuş, yaxşı toxunuş və pis toxunuş. Yaxşı toxunuşa aiddir sevgi ifadə edən, etibarlılıq verən, güvən, inam verən davranışlar, toxunuşlar. Pis toxunuş isə narahat edir, zərər verir və insanda bəzən günahkarlıq hissi yaradan toxunuşlar aiddir və uşağa bu iki toxunuşun arasındakı fərqləri öyrətməliyik. İkincisi, şəxsi sərhədlər və hörmət. Buraya sərhəd müəyyən etmə və qoruma, həmçinin yox deməyi öyrətməyə aiddir. Sərhəd müəyyən etmə və qorumanı belə izah edə bilərik ki, uşaqlara öz sərhədlərini müəyyən etməyi və bu sərhədləri qorumağı öyrətməliyik. Bunu öyrənən uşaqlar həmçinin başqalarının da sərhədlərinə hörmət etməyi öyrənirlər. Yox deməyi öyrətmək isə uşaqlara təbii ki, istəmədikləri bir hal, vəziyyətlə, hadisə ilə qarşılaşdığı zaman
yox deməyi və təbii ki, bu qərarlarının da hörmət görməli olduğunu öyrətməliyik. Üçüncüsü, inam və gizlilik. İnamlı, etibarlı şəxslər başlığını belə izah edə bilərik ki, uşaqların inana biləcəkləri böyükləri tanımaqlarına kömək edirik. Bunlara aiddir hansı ki, valideynlər, etibarlı, yaxın, ailə dostu ya da ailə daxili hər hansı fərdlər, müəllimlər və mən deyərdim ki, təhlükəsizlik işçiləri, hansı ki, polislər və ya olduğu məktəbin nəzarətçiləri. Gizli və açıq məlumatlar. Bura isə hansı məlumatların gizli olduğunu, yəni şəxsi məlumatlar deyək bunlara, hansılarını isə paylaşa biləcəyini öyrənməlidir uşaq. Bu, onları yarana biləcək təhlükələrə qarşı daha rahat, daha asanlıqla müdafiə olunmasına kömək edir. Dördüncüsü, onlayn təhlükəsizlik və rəqəmsal məhrəmiyyət. Burada 3 fərqli başlığımız var. Birinci başlığımız şəxsi məlumatları qoruma. İnternetdə şəxsiyyət məlumatlarımız deyək, adresləri, telefon nömrələri və şəkillərini necə qoruyacaqlarını öyrətmək. İkincisi, etibarlı internet istifadəsi. Uşaqlara etibarlı şəkildə internet saytlarını necə istifadə edəcəkləri, sosial şəbəkələrdə necə diqqətli olacaqları və onlara bu vasitələrlə yaxınlaşa biləcəkləri onlayn yadlar deyim, başqa insanlardan necə qoruna biləcəklərini öyrətməliyik, məlumat verməliyik. Üçüncüsü isə kiberzorakılıq. Kiberzorakılıq hallarında nə etməkləri lazım olduğunu və bu cür hallarda kimlərə məlumat verməli olduqlarını öyrətməliyik. Və təbii ki, bir şey də vurğulamalıyıq ki, belə hallarla qarşılaşdığı zaman qorxmadan, çəkinmədən ailə fərdlərinə və təhlükəsizlik işçilərinə məlumat verməlidir. Çünki bəzən olur ki, belə hallarla qarşılaşan uşaqlar çəkindikləri, qorxduqları üçün o kiber zorakılıq tətbiq edən şəxslərə daha çox bağlana bilirlər, daha çox onlardan asılı olmağa başlayırlar. Belə halların qarşısını almaq üçün uşaqlara güvən verməliyik, inam aşılamalıyıq. 5-ci, narahat edici hallar və kömək alma. Bu da bir növ digəri ilə əlaqəlidir. Çünki burada da uşaqlara özlərini narahat və ya təhlükədə hiss etdiklərində mütləq inandıqları, etibarlı bir yetişkinə, böyüyə məlumat verməklərini öyrətməliyik. Və uşaqların çətin anlarda kömək istəməkdən heç bir şəkildə çəkinməmələri gərəkdiyini vurğulamalıyıq. Hansı yollarla, necə, kimlərdən kömək ala biləcəkləri haqqında maarifləndirməliyik. 6-cı, emosional fərqindəlik və ifadə. Bura 2 başlığa aiddir. Birincisi, emosional sərhədlər. Burada uşaqlara emosional sərhədlərini anlamalarını və qorumalarını öyrədirik. Öz duyğularını, emosionallarını ifadə edə bilmələri üçün cəsarətləndiririk. İkinci başlığımız isə empatiya və anlayışdır. Başqalarının duyğularına, hisslərinə hörmət etməyi və empatiyalarını inkişaf etdirməkləri üzərində çalışırıq. 7-ci, sosial vəziyyətlərdə məhrəmiyyət. Buraya 2 başlığımız aiddir. Sosial qaydalar və şəxsi sahə. Sosial qaydaları izah edərkən belə deyə bilərik ki, ictimai yerlərdə və sosial mühitlərdə necə davranmaları vacib olduğu haqqında məlumatlandırırıq. Məsələn, tualet qaydaları, geyinmə və soyunma kimi mövzular. İkinci başlıq isə şəxsi alandır, sahə deyək. Öz
şəxsi sahələrinin qorunmasının və başqalarının bu şəxsi sahələrinə hörmət göstərməsini vacibliyini öyrədirik. 8. Gizlilik və sirlər. Buraya iki şey aiddir. Yaxşı sir, pis sir. Yaxşı sirlər sürpriz partilər aiddir. Pis sirlər isə təhlükəli və narahat edici hallardır. Və təbii ki, yaxşı və pis davranış kimi yaxşı sir və pis sirrin fərqini də uşaq bilməlidir. Ki, pis sirləri mütləq inandıqları etibarlı bir böyüyə məlumat versinlər. Və 9. Bədən qavrayışı və özünə hörmət. 2 başlığımız var. Birincisi müsbət bədən qavrayışı. Burada uşaqlar öz bədənlərini sevməyi və hörmət etməli olduqlarını öyrənirlər. İkincisi özünə hörmət və özünə güvən. Uşaqların özünə güvənməyi və özünə hörmətlərinin inkişaf etməsi üçün müxtəlif aktivliklər təşkil olunur və onlara bir növ mühazirə, məlumatlandırma, maarifləndirmə işləri aparılır. Məhrəmiyyət təlimi uşaqların özlərini qorumaları, etibarlı, rahat və sağlam münasibətlər qurmaları üçün müəyyən vacib məlumatları və bacarıqları qazanmaqlarına kömək olur. Məhz bu təlim davamlı və yaşa uyğun şəkildə verilməlidir. Uşaqların inkişaflarını dəstəkləyir və onları gələcəkdə qarşılaşa biləcəkləri hər hansı təhlükələrə qarşı hazır hala gətirir. Məhrəmiyyət təlimində nələrə diqqət etməliyik? Birincisi, məhrəm nahiyələrin təqdimatı, tanıdılması. Uşaqlara bu nahiyələrin məhrəm olduğunu və onlara sadəcə etibarlı şəxslərin, hansı ki buraya valideynlər, həkimlər və ya uşağa bir növ baxım verən deyək, birinci dərəcəli insanlar aiddir. Və müəyyən hallarda başqa şəxslərin ya da buraya nələr aiddir? Məsələn, sağlamlıq deyək ki, konsultasiyaları zamanı başqa şəxslərin də toxuna biləcəyini öyrətməliyik. İkincisi, yaxşı və pis toxunuş. Uşağa yaxşı toxunuşun və pis toxunuşun nə olduğunu öyrətməliyik. Hansı ki, məsələn, yaxşı toxunuşa biz nələri aid edə bilərik? Sevgi ilə edilən bir toxunuş və ya saç sığallamaq olsun və ya başqa bir şey. Lakin pis toxunuş nədir? Narahat edir və uyğunsuzdur. Bu ikisi arasındakı fərqi anlaya bilməklərini öyrətməliyik, təmin etməliyik. Üçüncüsü, icazə və razılıq. Hansı ki, uşaqlara öz bədənlərinə qarşı edilən hər hansı bir toxunuşda icazə vermə və razılıq göstərmə haqlarının olduğunu öyrətməliyik. Yəni, onların yox demə haqlarının da olduğunu göstərməliyik. Dördüncüsü isə etibarlı yetişkinlərdir. Uşaqlara narahat edici hər hansı bir vəziyyətlə qarşılaşdıqları zaman kimlərə müraciət edəcəklərini öyrətməliyik. Hansı ki, bunların kimlərə aiddir? Valideyn, istisnai hallar olsa belə, birinci növbədə valideynlərə aid edirik. Müəllimlər və ya etibar edə biləcəkləri yetişkinlər. Ailə yaxınları ola bilər, hər hansı təhlükəsizlik işçiləri ola bilər ki, uşağa bunları təbliğ etməliyik ki, hər hansı bir təhlükə anında, təhlükə vəziyyətində müraciət edəcəyi insanlar var və çəkinmədən, qorxmadan onlara bildirməlidirlər.